Biz bugün sizlə 9 illikdən faiz nisbət tənasübün ilk səhifəsini işləyəcəyik. Həmən çox uzatmadan birinci sualdan başlayaq. Deyir ki, 25 konkret kvadrata bölünmüşdür. Əgər bizə verməsəydi, biz enini uzunluğa vurub tapa bilərdik. 25 iştirilmiş hissənin sahəsini tapın. İkisi burada, üçü burada. 7, 9, 11. Deməli, yazıram 25-də 11 vurulsun 100. 100. O da gedir, 25 ilə 100 gedir. Qoy yazaq 25-də 11 vurulsun 100. Bununla bu gedir, qalır 4. O da 44%. 44% var. Cavab E variantı. Keçək ikinci suala. Kvadrat şəkildə göstərilmiş qaydada 25 konkret kvadrata bölünmüş. İştirilmiş hissənin sahəsini tap. Yenə 25-də 2, 4, 6, 8, 10, 12. 12 vurulsun 100. Bununla bu getdi 4, bununla da bu 48. Cavab E variantı. Yəni 2 cavab E variantı. Sonra deyir ki, neçə faizi natural ədəddir. Natural ədəd dediyimiz ki, sayma nəticəsində olunandır. Natural deyil, natural deyil, natural deyil. Deməli, 1, 2. 2 dənəsi naturaldır. 5-in 2-yə. Əgər 5-in 2-yədirsə, onda 2, o deyir 20%. 20%. Biraz C variantı, deməli C variantı. Dest cədvəldə ədədlərin neçə faizi naturaldır? 1-i, 2-si, 3-ü. 3 dənəsi naturaldır. Deməli, 10, çünki 2-ni 5-ə. 3 vurulsun 100. O da eləyir 30. Deməli, keçək 5-ciyə. Deməli, indi bizə verilməyib. Deməli, 5-in 5-ə nisbəti. Deməli, burada 25 dənədir. 25 dənədir. İştirilmişdir. 25-də 3 vurulsun 100. Bu da eləyir 12. Cavab B variantı. Deməli, burada cavab oldu B variantı. Sonra deyir ki, iştirilməmişdir. İndi deməli, burada 25-dir. Çünki 5-in 5-ə 25. Siz bunu 2 yolla edə bilərsiniz. 1, 25-də 3 vurulsun 100 bərabərdir 12. 12. 10 da özü 100%-dir. Çıxılsın 12 bərabərdir 88. 88 var. Bəli, E variantı. İkinci yolu da odur ki, bir dəqiqə. İkinci yolu da odur ki, bu 3 dənəsi rəhləmsə 25-də 25 çıxılsın 3. Vurulsun 100. Bundan bu getdi 4. 22 vurulsun 4 bərabərdir 88. 2 yolunda izah etdim. Sizə hansı rahatdırsa ondan etməyiniz daha səmərəli olar. Yəni sizin üçün. Amma ikisində də eyni cavab alacaqsınız. Deyək ki, neçə faizi rənglənmişdir? 5-in 2-yə, 10-un 2, 4, 6, 8, 9. Hə, mən burada səhvlik etdim. Burada 12-nin 9-a, 4-ün 3-ə, o da 75%. Yəni 4-də 100 vurulsun 100. O da eləyir 75. Cavab D variantı. Düzbucaqlı konkret iştirilmiş bütün hissənin neçə faizidir? 5-in 2-yə, 10, deməli 6, 7. Deməli 70. Bu 70%-dir. Amma sizdə bütün hissənin neçə faizidir sizə çaşdırmasın. Elə bütün hissənin neçə faizi demək, elə həmin hissənin neçə faizi deməkdir. Yəni ikisi də eyni məna verir. Deməli 10 konkretdir. Deməli burada 5 qalır, burada 5 qalır. Elə
Yarıya yarı onda 100'ü bölürəm 2'ye o da bərabərdir 50%. 50% cevap B variantı. Deyir ki onda 80%'i 180'dir, 100%'i x'dir. Çarpı 80 x bərabərdir 180 vurulsun 100. Bunlar bu getdi. Oldu burada. Dəqiqə. Oldu. Ayda bir dəqiqə. Bax 80 x bərabərdir. Belə. Aha. Bundan bu getdi. 180 bölünsün 180 bölünsün 8 o dedir 2 dəfə 16 20'nin içində 4 dəfə bu da 5 dəfə. Biz neçə yazırdıq? 2 dəfə. Deməli bunu da böləndə eləyir 225 D variantı. Sonra faiz ifadə edilsə bunu vururam 100'ə. O da eləyir 43. E variantı faiz ifadə edir deyir 100'ə vururam 57. Yenə E variantı onu kəsimdən ifadə edir bölürəm 100'ə. O da eləyir B variantı bölürəm 100'ə. O da eləyir nə eləyir? Bir dəqiqə. A variantı. İndi mən bunu deyib gedirəm. Yəni sizə bir şey öyrədim. Bax, əgər bunu vuranda sıfırlar qədər qabağa gəldik. Xeyr, əgər bunu mən bölsəm sıfırlar qədər dala gedirik. Yəni bu istiqamətə vurduqda isə bu istiqamətə gedirik. Yəni bunu da yadınızda saxlasaq sizin üçün daha yaxşı ola bilər. Bölürəm 100'ə A variantı. Mən bunu yazmışdım. Hə. İndi ədədin yarısı. Məsələn, indi bunu kifayə edə biləniniz də var, bilməyəniniz də var. Ədədin yarısı onun neçə faizıdır? Ədəd x-dir. Deməli vurulsun 2x bölünsün 2 vurulsun 100. 2 da 2x vurulsun x'də 1 bərabərdir vurulsun 100. X'lər getdi 2'də 1 vurulsun 100. Deməli 2'də 1 vurulsun 100 bərabərdir 50. İndi 50% var. Ədədin yarısı onun 50%'dir. Yəni mən bunu ifadə edə bilərdim amma mən dedim ki siz də başa düşərsiniz. Deməli 130'un 30%. 130 vurulsun 30 bölünsün 100. Deməli sıfırlarla bununla bu getdi. 13 ilə 3'ün acılı 39'dur. 39 var. Bəli, A variantı. Son 3 misalımızı da həll edək, yekunlaşdıraq. 300 40%'ni tapmaq üçün 300'ü vururam 40'a bölürəm 100'ə. Heç burada bunu ixtisar edə də bilərsiniz, etməyə də bilərsiniz. Ancaq bunun asan yolu ilə 300 ilə 100'ü ixtisar edirəm 3, 3'ü də buna vuraram 40. Hey 120. Estağfurullah. Sonra keçək 18'ə. Bu da yaxşı misaldır. Nə deyir? Deyir ki, A-nı 10 dəfə artdırdıqda qiymət də 10 dəfə artacaq. C-ni 5 dəfə azaltdıqda yenə 5 dəfə artacaq. B-ni isə dəyişmədikdə D necə dəyişər? Deməli 10 dəfə burada artdı, 5 dəfə də burada artdı, elədi 50 dəfə artar. Burada 50 dəfə azalar da var, artar da var. Siz artarı götürürsünüz. Çünki mən yuxarı qoymuşam. Amma bizə desəydi bu 10 dəfə artıb, bu 5 dəfə azalır. Bir dəqiqə. Amma bizə desəydi bu 10 dəfə artır,
Bu 5 dəfə azalır. Biz onda 2 dəfə artır götürəcəkdik. Yəni nisbətini. Və sonuncu suala keçək. Deyir 4 və 5 ədədləri ilə mütənasib olan 2 ədədlərin cəmi 45-dir. Mən ədədləri bilirəm. Xeyr. 4x plus 5x bərabərdir 45. 9x bərabərdir 45. X də bərabərdir 5. Deməli, nisbətləri tapdım. İndi, yəni x-i tapdım. İndi nisbətlərin yerinə x qoyub hesablayacağım. Onda 4k idi, 5k idi, bərabərdir 25, bərabərdir 20. Deyir, bundan hasilini tapın. Bir dəqiqə, deməli 20 vurulsun 25, o da bərabərdir 500. Yəni 20 vurulsun 25, sıfırı yaddan çıxardıram, bunu bura vururam, eləyir 50. Bir dənə də yadımda sıfır var idi, onu da danına yazıram 500. Bugünlük dərsimiz bu qədər, yəni burada 500 oldu. İnşallah gələn çəkilişdə isə 20-dən 45-ə qədər işləməyi düşünürəm. Sağ olun, salam.